Bildiyiniz kimi Almanyada yaşayıb proqramçı vəzifəsində çalışır. Bugün sizə Almanyaya blokart ilə köçmək şərtləri haqqında danışacağam. 2012-ci ildə Almanya Federativ Respublikası başqa Avropa Birliyi ölkələri ilə birlikdə birliyin xaricində olan peşəkar işçi və biznesmenləri öz ölkəsindən gətirmək üçün blokart adlı oturum növünü yaratdı. Blokart Amerikanın Green Card ideyasından əmələ gəlsə də belə heç də lotereya deyil. Avropa Birliyi məqsədi odur ki, öz iqtisadiyyatı və peşəkar işçi qoşullarını doldursun və blokart demək olar ki, bu problemi aradan qaldırır. Blokart hansı üstünlüklər verir? 4 il ərzində Almaniyada yaşamaq icazəsi. Əlbəttə ki, həmin illərdə dayanmadan işləməlisiniz. Həyat yoldaşınıza yaşayıb işləmək icazəsi. Almaniyada öz biznesi yaratmaq imkanı. Köçüb Almaniyada yaşamaq üçün bütün sənədləşdirmə işlərində prioritet yanaşma, yəni növbədə dayanmadan təyin edilmiş vaxta gəlib işləri həll etmək. Müddətsiz yaşayış imkanı almaq üçün cəmi 21 ay lazımdır. Əgər Alman dilinin B1 səviyyəsində bilirsinizsə və imtahanını vermişsinizsə. Və ya müddətsiz yaşayış imkanı çox zəif Alman dilini bilərək, yəni A1 səviyyəsini sertifikatı ilə 33 ay sonra ala bilərsiniz. İstənilən vaxt işə qəbul edəndən asılı olmayaraq iş yerinizi dəyişə bilərsiniz. Yeganə məqam budur ki, ilk 2 il ərzində iş yerinizi dəyişdikdən mütləq Ausländer Behörde, yəni xaricilər üzrə dövlət strukturuna məlumat verməlisiniz.